ABŞ və İran arasında artan gərginlik Avropa İttifaqı üçün iqtisadi şokdan siyasi böhrana keçid riski yaradır. Politico nəşrinin məlumatına görə enerji qiymətlərinin artması və iqtisadi artımın zəifləməsi fonunda Avropa ölkələri ciddi çətinliklərlə üz-üzə qalır. Ekspertlər bildirir ki, enerji xərclərinin artması ərzaq, nəqliyyat və mənzil qiymətlərinə də təsir göstərərək, xüsusilə orta və aşağı gəlirli əhali üçün ağır nəticələr doğurur. Avropa İqtisadi və Sosial Komitəsinin rəhbəri Seamus Bolland qeyd edib ki, bu vəziyyət hökumətlərə və ümumilikdə Avropa institutlarına inamı zəiflədir və proteksionist siyasətlərin güclənməsinə zəmin yaradır. Avropa İttifaqının İqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis isə bildirib ki, Hörmüz boğazında yaranan problemlərin təsiri artıq bütün iqtisadiyyata yayılır. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrinin büdcə imkanları əvvəlki böhranlarla müqayisədə daha məhduddur və region stagflyasiya, yüksək inflyasiya və zəif iqtisadi artım riski ilə üzləşə bilər. Son proqnozlara əsasən enerji qiymətləri yüksək qalarsa, Avropa İttifaqı iqtisadiyyatının artımı əhəmiyyətli dərəcədə zəifləyəcək, inflyasiya isə daha da yüksələcək.